prizmalar haqqında danışdıq, prizmaları tanıdıq, prizmaların açılışlarını nəzər yetirdik, izometrik kağızda çəkilişlərinə baxdıq. Bugün prizmaların müstəvi kəsiklərini. Nümunə göstərmək üçün prizmanın müstəvi kəsiklərini nümunə göstərmək üçün sizdə anlayış, təsəvvür yaransın deyənə yağ gətirmişəm. Prizmaya oxşuyurmu? Oxşuyur. Gəl indi müstəvi kəsiyi deyəndə nədir, ağlımıza nə gəlir ona baxaq. Biz prizmanı, misal üçün yağı kəssək, düşünün ki bu bıçaq bir müstəvidir və yağı kəsirik. Kəsdiyimizdə alınan kəsik müstəvi kəsiyi adlanır. Yəni bu bir müstəvi ilə kəsilir deyənə buna deyilir müstəvi kəsiyi. Aydın oldu. Deməli, onda belə çıxır ki, mən prizmanı belə qoysam, bu aşağı hissə oturacağıdır. Oturacağa perpendikulyar kəsdiyim zaman hansı fiqur alınır? Dörd bucaqlı, düz bucaqlı. Bu nəyə əsasən belə alındı? Yəni buradan da kəssəm eyni fiqur alınacaq, buradan da kəssəm eyni alınacaq. Nəyə əsasən belə alındı? Prizmanın sərtləri çox bucaqlardan ibarətdir. Hansı çox bucaqlıya uyğun alındı bu? Oturacağındakı bu, buna paralel kəsdim deyə bu dörd bucaqlıya. Burada eyniləri alınacaq bunun. Aydındır? Bəs yaxşı, belə kəssəydim, oturacağa paralel kəssəydim, yan üzlərin nəyə bərabər fiqur alınacaq? yan üzlərə bərabər. Oturacağa, yəni bu formada alınacaqdır. Gəlin bunu özünüz araşdırın, gəlin bax. Müstəvi kəsiklərin ikisini göstərdik ki, oturacağı və yan üzə paralel kəsdikdə düz bucaqlılar, dörd bucaqlar alınır. Prizmada müstəvi kəsiyi üç bucaq ola bilərmi? Baxaq ona, üç bucaq ola bilərmi Züleyxa? Ola bilər. Baxdıq. Bu qalsın. Buna baxın. Deməli, bir təpəsindən kəsik atsaq, 3 dənə tili kəsilirdi yəni. Bu olacaq 3 bucaq. Gəl rəngləyək indi bunu, yoxlayaq kağız üzərində. Sən bu tərəfə keç. Kağız üzərində yoxlayaq. Sən boya, mən saxlayaq. İndi onu yapışdır, tərpətmədən yapışdır. Bırak nələrə gəldim. Göstər. 3 bucaq olduğu görünür. Deməli, doğrudan da prizmanın bir təpəsini kəssək, götürsək, bir qulağını desək, kəssək, orada müstəvi kəsiyi hansı fiqur alınacaq? 3 bucaq gördünüz, aydın oldu o sizə. Yaxşı, təşəkkür edirəm Züleyxa.